Tikintidə təhlükə saçan, yük qaldıran qurğulardan danışacağıq. Hansı ki, bu qurğuların istifadəsi dəfələrlə insan ölümünə səbəb olub. Lakin müşahidələr göstərir ki, nəzarətin az olması bu qurğuları istifadə edən iş icraçıları üçün belə hadisələrdən sonra yetərli olmayıb. Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. İzləyək. Təhlükəsizdir yoxsa olar? Yəqin ki, bular. Çoxmərtəbəli binaların tikintisində istifadə edilən ağır tonnajlı qaldırıcı kranlara aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Yüklərin yuxarı mərtəbələrə daşınması üçün nəzərdə tutulmuş ağır tonnajlı kranlarla yanaşı bəzi tikinti şirkətləri standartlara cavab verməyən qurğu və avadanlıqlardan da istifadə edir. Bu kimi avadanlıq və qurğuların istifadəsi təhlükəli olduğu üçün elə qanunvericiliklə qadağandır. Ancaq təəssüflər olsun ki, bir çox tikinti şirkətləri bu avadanlıqların istifadəsini kommersiya məqsədi ilə istifadə edirlər. Elə bir neçə müddət öncə bu tikinti şirkətində bir nəfərin həyatına bu avadanlıq son qoymuşdu. Ancaq buna baxmayaraq yenə də istifadə edilir. Nizam rayonu Özbəkistan küçəsi 6 ünvanında Temiroğlu Construction və Qaraqaray prospekti Ria MMC tərəfindən tikilməkdə olan binalarda standartlara cavab verməyən bu qaldırıcı qurğular real təhlükə mənbəyidir. İstifadəsinə icazə var onların? Var ki, qardaş işlədirik də. Mütəxəssislər isə bildirir ki, sənədsiz və standartlara cavab verməyən avadanlıqlardan istifadə istehsalatda və tikinti sahələrində ciddi risklər yaradır və bədbəxt hadisələrə yol açır. Tikinti şirkətləri məhz bu tip kranlara ona görə müraciət edirlər ki, onlar ucuzdur. Bu da çox ciddi risklərin yaranmasına səbəb olur. Belə risklər olmasın deyə Arxitektura və Şəhərsalma Komitəsi yeni normativlər müəyyən edibdir. Bu normativlər artıq tikinti prosesinə daha ciddi yanaşmağa məcbur edəcək. Tikinti şirkətlərini və sahibkarları, eyni zamanda tikintinin təhlükəsizliyinə də bu tip normativlər tətbiq olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin sənayədə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyindən verilən məlumata görə qurum yalnız müvafiq sənədlərlə təmin olunmuş texniki vasitələr üzərində dövlət nəzarətini həyata keçirir. Məlumat daxil olduqda tərəfimizdən müvafiq qayda araşdırılır və həmin qurumun dayandırması haqqında müvafiq qərar qəbul olunur. Sahil Mənsovun sözlərinə görə məişət təyinatlı hesab edilən, uyğunluq sertifikatı olmayan, eləcə də istehsalçı zavod tərəfindən texniki pasport təqdim edilməyən avadanlıq və qurğular agentliyin nəzarət dairəsinə daxil edilmir. Tikintidə quraşdırılmış, xüsusilə üsulla hazırlanmış yük qaldırıcı qurğulara agent tərəfindən qeydə alınmır və istismarı tərəfimizdən icazə verilmir. Agentlikdən o da bildirildi ki, təkcə bir il ərzində ölkə ərazisində 100-ə yaxın standartlara cavab verməyən qurğu və avadanlıqların fəaliyyəti dayandırılıb. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.